Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marihuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə, metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb. Mən Rəşad, Başşəhər sakini, İran vətəndaşının WhatsApp-da danışaraq Xaçmaz rayonuna gəlmişdim. O yük götürəndən sonra rəqəyə çıxacaqdım o WhatsApp-la. Xaçmaz rayon polis idarəsindən saxlanıldım. Rəşad Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağa planlaşdırdığını bildirib. Faktla bağlı cinayətçi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Emin Kərimov, Səs TV, Xaçmaz.